Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə zərər çəkənin 21.100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib. Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, törətdiyi digər qanunsuz əməllərə görə axtarışda olan 60 yaşlı Elxan Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, həmin şəxs eyni üsulla daha 9 zərər çəkənin etibarından sui-istifadə edib, ümumilikdə 500 mindən söhbət gedir. Faktla bağlı Xəzər rayon polis idarəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, Elxan Abbasov əmlak realtoru, yəni makler kimi tanınıb. Burada məsələ nədir? İndi sizə deyim. Burada qanunvericilikdə boşluq var. Məsələn, vətəndaş gedib öz sənədini düzəldə bilmir və yaxud da ki, biraz dolayı işlərlə məşğuldur deyə belə adamlar meydana çıxır. İnşallah ki, ümid edirik ki, o zərər çəkənlərin ziyanları da ödənilir.